Gəlin 13-cü sualın izahına baxaq. Demək bizə verir ki, üçbucağın ABC tərəfləri modulda A plus B minus 13 plus modulda B plus C minus 14 plus modulda A plus C minus 15 kiçikdir bərabərdir 0 şərtini ödəyirsə, bu üçbucağın perimetrini tapın. İndi biz bilirik ki, moduldan müsbət çıxır. Yəni, müsbətləri toplayarkən bizə cavab müsbət verəcək. Burada isə deyir ki, kiçikdir bərabərdir. Əlbəttə ki, biz kiçikdir şərtini götürməyəcəyik. Ona görə də modulların cəmini 0-a bərabər edəcəyik. Yəni, hər bir modul 0-a bərabər olarsa, cəmləri də 0 olacaq. Onda gəlin yazaq. A plus B minus 13 bərabərdir 0-a. B plus C minus 14 bərabərdir 0-a. A plus C minus 15 bərabərdir 0-a. İndi bunları alt-alta toplayaq. O zaman olacaq 2A üstə 2B üstə 2C çıxılsın 13. Burada yazaq 13 çıx, mənfi 13 çıx 14 çıx 15. Bu da bizə verir nəyi? Mənfi 42-ni. Çıxılsın 42 bərabərdir 0 yazırıq. 2A üstə 2B üstə 2C. 42-ni bərabərliyin digər tərəfinə keçirsək, onlar bərabərdir 42. İndi hər tərəfi 2-yə bölsək, A plus B plus C bərabər olacaq 21-ə. Və bizdən tərəfləri ABC olan üçbucağın perimetrini istəyirdi. O zaman P bərabər olacaq A plus B plus C. Biz də A plus B plus C-ni 21 tapdıq. Onda olacaq cavabımız 21.